Salam əziz izləyicilər, mən Fizika Akademinin Kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə dərsimizdə elektronların energetik səviyyələr üzrə paylanmasına nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün MİQ və sertifikasiya üzrə 055 527 25 99, abituriyent hazırlığı üzrə 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin artıq dərsimizin izahına keçək. Bugün qeyd etdiyimiz kimi elektronların energetik səviyyələrdə paylanmasına nəzər yetirəcəyik. Ümumiyyətlə elektronlar atomda energetik səviyyələr və yarım səviyyələr üzrə paylanır. Energetik səviyyə 7 ədəddir, hansı ki bunlara biz digər adıyla dövrdə deyirik. Deməli, energetik səviyyə yazaq. Energetik səviyyə və yaxud da dövr. Məlum olduğu kimi Mendeleyev cədvəlində 7 dövr var. Bir də energetik səviyyələrdə yarım səviyyələrə bölünür. Yarım səviyyələr. O yarım səviyyələr hansılardır? S, P, D və F yarım səviyyələr. Deməli, 7 səviyyəmiz və 4 isə yarım səviyyəmiz oldu. İmtahanlara düşəcək qədər biz nəzər yetirsək, birinci dövrdə, yəni birinci səviyyədə yalnız S yarım səviyyəsi, ikincidə həm S, həm P yarım səviyyəsi, üçdə isə S, P və D yarım səviyyələri olur. Bunu nəzəri məlumat olaraq yadda saxlayaq. Deməli, bəzi elementlər olur ki, üçüncü dövr elementidir, orada sadəcə S yarım səviyyəsində elektron var, amma bu o demək deyil ki, orada P və D yarım səviyyəsi yoxdur. Xeyr, onlarda da, yəni həmin elementdə də deməli P, D yarım səviyyələri olur, sadəcə o yarım səviyyələrdəki orbitallar boş olur. İndi bu haqda da biz ətraflı məlumat verəcəyik. Gəlin indi nəyi qeyd edək? Hər bir yarım səviyyə orbitallardan ibarət olur. Və orbitalları biz belə xana şəklində göstəririk. S yarım səviyyəsində bir orbital var. P yarım səviyyəsində 3, D yarım səviyyəsində 5, F yarım səviyyəsində isə 7 orbital olur. F yarım səviyyəsində isə 7 orbital olur. Və elektronlar bu orbitallarda yerləşir. Bir orbitalda maksimum 2 elektron yerləşə bilər. Elektronu yerləşdirən zaman biz onları əks istiqamətli ox kimi göstərəcəyik. Bu da müəyyən bir prinsipə əsaslanır. Gəlin, mən sadəcə elektronların orbitalda yerləşməsinə nəzər yetirib, sonra həmin prinsip və qaydalardan məlumat verərəm. Bir dənə orbitalda onu yadda saxlayırıq ki, maksimum 2 deməli, elektron yerləşə bilir. Onda S orbitalında, deməli, S-də neçə elektron ola bilir? Maksimum 2 dənə. P-də o zaman hərəsində 2, 3 dəfə 2 eləyir 6 elektron. D-də də eyni formada 5 orbitalda hərəsində maksimum 2 dənə yerləşsə, D-də maksimum neçə elektron ola bilər? 10 dənə. F-də də həmçinin 7 orbitaldır. Bir orbitalda maksimum 2 elektron yerləşirsə, onda deməli, ümumi neçə maksimum F, yəni orbitallar neçə dənə elektron tuta bilər? 2 dəfə 7, 14 qədər elektron tuta bilər. Bu isə, deməli, bu hissəni aydınlaşdırdıq. Mənim demək istədiyim məqamlardan biri nədir? Elektronların dolmasında 2 dənə qayda gözlənilməlidir. Biri prinsip, digəri isə qayda olaraq adlandırdığımız. Birincisi Pauli prinsipidir. Pauli prinsipi. Pauli prinsipinin mahiyyəti nədir? Pauli prinsipinə görə orbitalda maksimum 2 elektron yerləşir və bu elektron spinləri əks istiqamətli oxlar şəklində göstərilir.
Deməli, bir dənə orbital çəkiriksə, biz maksimum 2 dənə elektronu yerləşdirə bilərik. Maksimum nə deməkdir? Yəni ən çoxu. 2-dən artıq, bura artıq üçüncü bir nə isə qeyd eləmək olmaz. Bir dənə orbitalda maksimum 2 dənə elektron yerləşməlidir və elektronların spinləri əks istiqamətli ox kimi göstərilir. Baxın, bu düzgün yazılışdır. Gəlin, indi mən sizə düzgün və səhv yazılışı göstərim. Aha. Bir dənə orbitaldır. Sadəcə iri formada çəkdim ki, sizə tam aydın olsun. Görürsünüz, elektronları 2 dənə elektron göstərmişik, yəni bir ox bir elektronu göstərir. Hər ikisinin istiqaməti ayrıdır da, əks istiqamətli oxlar formasında göstərilir. Məsələn, mən belə göstərsəm, eyni bir xanada 2 dənə elektronu belə eyni istiqamətdə göstərsəm, bu artıq səhv yazılışdır. Burada Pauli prinsipi pozuldu. Pauli deyir ki, elektron spinləri əks istiqamətli oxlar formasında göstərilməlidir. Və yaxud da oxun hər ikisi ucu, yəni aşağı formada istiqaməti, o da düzgün yazılış ki, deyil. Biri bir-biri ilə əks istiqaməti olmalıdır. Biri yuxarı, digəri isə aşağı formada. Yəni Pauli prinsipinin mahiyyəti budur. Bu forma, bu yazılış formaları səhvdir, lakin bu doğrudur. Bir də bu hissədə öyrənilən vacib məqamlardan biri də Hund qaydasıdır. Hund qaydasına gəlin nəzər yetirək. Hund qaydası. Hund qaydasına görə orbitallarda elektronların dolması tək-tək paralel spinlə həyata keçirilməlidir. Tək-tək paralel spin. Bu nə deməkdir? Yəni o iki hissəli bir qaydadır. Yəni yarım səviyyələrdə orbitallar boyu elektronların dolması tək-tək və paralel spinlə həyata keçirilməlidir. Tutaq ki, bir dənə mən sizə P yarım səviyyəsi çəkirəm, hansı ki, orada 3 dənə elektron yazacağıq. Daha doğrusu 3 dənə orbital var və biz orada 3 dənə elektron yerləşdirəcəyik. Deyir ki, tək-tək paralel spin. 2 hissəsi var bunun. Biri deyir tək-tək yerləşdir. İkincisində deyir paralel spinlə yerləşdir. Paralel spin, yəni paralel istiqamət. O deməkdir. Yəni, tutaq ki, biz bir dənə P yarım səviyyəsində, hansı ki, 3 orbitaldan ibarətdir, buraya 3 dənə elektron yerləşdirik. Mən yerləşdirən zaman oxun biri yuxarı istiqaməti, digəri aşağı, digəri yuxarı belə yerləşdirirəm. Biri də ki, hamısı eyni spin, yəni paralel spin, paralel istiqamət. Oxların hamısı eyni istiqamətə gedir. Hansı yazılış düz olar? Əlbəttə ki, ikinci düz olacaq. Qaydamıza əsasən yenə deyirəm, elektronlar orbitallara paralel spinlə yerləşdirilməlidir. Yəni birini ürəyimiz istədiyimiz kimi, biri yuxarı istiqamətdə, biri aşağı istiqamətdə, yəni ayrı-ayrı söhbət ayrı-ayrı xanalara elektron yerləşdirməkdən gedir. Onda bu formada yaza bilmərik. Bayaq dedik, əgər eyni bir orbitalda 2 dənə elektron varsa, onda mütləq biri yuxarı, biri aşağı istiqamətdə olmalıdır. Buna biz Pauli prinsipi demişdik, amma Hund qaydasında siz tək-tək yerləşdirirsinizsə, belə baxın, hamısını bir-bir tək-tək yerləşdirmişik də, hamısı eyni istiqamətə baxmalıdır. Bu Hund qaydasının birinci hissəsi. Biri də var, onun digər məqamı. Gəlin, onu da mən sizə izah edim. Burada söhbət nəydən gedir? Qaydada dediyimiz kimi, elektronlar orbitalda tək-tək yerləşməlidir. Bu nə deməkdir? Yenə bir dənə biz P yarım səviyyəsi çəkək. Artıq bilirik, orada 3 dənə orbital yerləşir və 2 formada çəkəcəm. Yanlış və doğru forması. Bizdən tələb edilir ki, bura 4 dənə elektron yerləşdirək. 4 dənə elektron. 4 dənə elektron, mən bilirəm, axı bir xanada 2 dənə maksimum, 2 dənə elektron yerləşdirə bilərəm. Elə deyirəm, nə var ki, bu 4 dənə elektron yerləşdirməyə? 1, 2, 3, 4. Belə yerləşdirdim, o birisi də qaldı boş. Bu artıq səhv yazılmışdır. Niyə? Hund qaydasına əsasən elektronlar tək-tək yerləşdirilməlidir. 4 dənə elektronumuz var, 3 dənə xanamız var. 1, 2, 3 xanaları doldurduq. 1 elektronumuz artıq qalıb. Onda artıq ikinci dəfə təkrarlayırıq. Artıq bu zaman nə etməliyik? Həm də Pauli prinsipini qorumalıyıq axı. Ona görə ox üzü aşağı olmalıdır. Düzgün yerləşdirilmə baxın bu formadır. Yəni bu yanlış yerləşdirmədir. Hund qaydasının əsas, yəni
Məhz izah elədiyim o iki hissədədir. İndi gəlin biz elektronların orbitallara dolma ardıcıllığını yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d10 və s. Yəni davamı da var. Sadəcə olaraq istər abituriyent proqramı, yəni DİM-in keçəcəyi imtahan, istərsə də ki, mix sertifikasiyaya, yəni bu qədəri bizə kifayət eləyir məktəb proqramında. Deməli, bu elektronların orbitallara dolma ardıcıllığıdır. Bu ardıcıllığı siz əzbər öyrənməlisiniz ki, hər hansı bir kimyəvi elementin deməli elektronlarını yerləşdirən zaman bu ardıcıllıqdan biz istifadə edəcəyik, o yadınızda qalsın. Burada sual verə bilərsiniz ki, niyə bəs 4s2 3d ondan əvvəl gəlir? Bu minimum enerji prinsipinə əsasən deməli izah olunur. Yəni 4s2 3d ondan əvvəldədir. Gəlin bir dənə hər hansı bir kimyəvi elementi, lap başlayaq sadədən. Gəlin, lövhəmizi düzəldək. Ən sadəsindən başlayaq. Gəlin litiumdan başlayaq. Litium atomu 3 dənə elektronu var. İndi biz onu bu dolma ardıcılığına əsasən yerləşdirsək, 3 dənə elektron var. Baxın uşaqlar, nə yazaram birinci? 1s2 yazaram. Bu yuxarıdakı yuxarıdakı rəqəmlər var. Onlar elektron sayını ifadə edir də. 1s2, 2 dənə elektronum getdi. Neçə elektron qaldı? 1 dənə. 3 dənə də məndən, ikisi getdi, biri qaldı. 1s2-dən sonra nə gəlir? 2s2, amma burada 2s1 yazacağam. Niyə 2s1? Çünki litiumun cəmi 3 dənə elektronu var. İkisi burada, biri də burada. 3 dənə elektronumuz doldu. Artıq bu ümumi, belə deyim də, ümumi etalondur. Burada maksimum 2s2-də maksimum 2 dənə elektron ola bilər. Axı biz bilirik S orbitalında maksimum 2, P-də maksimum 6, D-də maksimum 10, bayaq onları qeyd elədik, maksimum elektron ola bilər. Yəni bu ümumi bir şablondur da, buna əsasən qurursunuz. Burada S2 yazılıb deyə litiumun da yuxarısında S2 yaza bilmərəm. Niyə? Çünki litiumun 3 dənə elektronu var. Axı onun 4 elektronu yoxdur. İndi gəldim bir dənə yazdım nümunə xlor 17. Biz elə eləməliyik ki, burada üstlərin cəmi 17 olsun, amma bu ardıcıllıq qorunmalıdır. 1s2, 2s2, 2p6. Düzdürmü? Sayaq. 2, 4, 6. 10 elədi. Neçəsi var? Elə bizdə 7-si əksikdir. 2p6-dan sonra 3s2. 12 oldu. Sonra 3p6 gəlir. 3p6 gəlir gəlməyinə. Maksimum, yəni P-də maksimum 6 elektron yerləşə bilər. Görək bizim neçə elektronumuz çatmır? 2, 2, 6, 2, 12 dənə elektronumuz var. Bizdə 17-dir. Neçəsi çatmır? 5-i çatmır. Ona görə 3P5. Aydındır? Yəni burada 3P6 yazılıb ha. 3P6, 3P8 falan götürə bilməzsiniz. Demək istədiyim odur ki, gördünüz ki 3P6, məsələn görürsünüz ki burada 3S2-dən sonra nə gəlir? 3P6 gəlir də. Elektronun çoxdursa durub bura 3S, nə bilim neçə 5, 7 istədiyi rəqəmi yaza bilməzsən. Çünki bir S orbitalında maksimum 2 elektron yerləşə bilər. Ondan ötəvəsi yerləşən deyil. Yəni bu ardıcılığa əsasən sən artıq qurmalısan. 3s2, 3p5 formasında olacaq xlorun elektron konfigurasiyası. Gəlin istəyirəm birini də yazaq, tam aydın olsun küməyə tezə başlayanlar üçün. Bu 11-dir uşaqlar. Natrium 11. 1s2, 2s2, 2p6, 10 oldu mu? 2p6-dan sonra nə gəlir? 3s2. Amma mən nə yazaram? 3s1 yazaram. Niyə? Çünki məndə 11-dən elektron var axı. Aydındır. 11 elektron varsa mən 11 elektronu yerləşdirə bilərəm. Olmayan bir elektronu necə yerləşdirim? 11 varsa 15-ini yerləşdirə bilmərəm. 11-ini yerləşdirə bilərəm. 1s2, 2s2, 2p6, 3s1 formasında olacaq. Bu elektronların orbitalda yerləşmə ardıcıllığıdır. Bu deməli ardıcılığı silmirəm. Bunu mütləq öyrənin deməli əziz izləyicilər, yoxsa sizə çətin olar orbitallara elektronu doldurmaq. Bir dənə maraqlı bir hadisə var. Hansı ki ona elektron uçurumu deyirlər. Elektron uçurumu. Uçurumu. Bu sadəcə iki elementdə rast gəlinir. Bir xrom 24, bir də mis 29-da.
İndi xrom 24-ü bu ardıcılığa əsasən biz necə eləməliyik? Gəlin bu öz qaydamızda, yəni bildiyimiz qaydaya əsasən necə eləməliyik onu yazaq. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d4. Düzdür? Oldu 24-ü tamamladıq. Üstlərin cəmi 24 elədi. Sadəcə olaraq, sadəcə yenə deyirəm 2 elementdə xrom və misdə nə baş verir? 4s2-dəki elektronlardan biri 3d-yə verilir. Necə olur uşaqlar? 4s1, 3d5 formasında olur. Yəni xrom üçün düzgün yazılış 4s1, 3d5-dir. Artıq bu yazılış xrom üçün düzgün deyil. Yəni əvvələ qədəri düzgündür, 3p6-ya qədər düzgündür. Sadəcə sonda 4s2-dəki 2 elektrondan biri 3d-yi 4-ə verilir. Nəticədə olur 4s1, 3d5. Bu hadisə elektron uçurumu hadisəsi deyirlər. Yenə misə baxırıq indi. Mis 29. Biz bildiyimiz qaydaya əsasən necə olmalı idi? 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d9. Düzdürmü? Burada da eyni qaydada 4s2-dən bir elektron 3d9-a gəlir. Nəticədə alınır 4s1, 3d10. Yəni bura qədəri burada da eyni gedir. Sadəcə sonda 4s2-dən elektronun biri 3d9-a gedir. 4s1, 3d10 əmələ gəlir. Xrom, daha doğrusu mis üçün də 4s1, 3d10 yazılışı düzgündür. Siz testdə misə 4s2, 3d9 götürsəz artıq o səhvdir. O səhv sayılır. Çünki konkret 2 dənə istisnamız var. Bunlarda yəni elektronun orbitallarda olması bu formada baş verir. Buna da elektron uçurumu hadisəsi deyirlər. Aha, bu istisnamızdan da danışdıq. İndi istəyirəm deməli elektron konfiqurasiyasına əsasən qrup və dövrün təyin edilməsinə baxaq. Qrup və dövrün təyin edilməsi. Gəlin yazaq xlor 17. Yenə bunu yazıram ki, ilk dəfə deməli bu mövzu ilə tanış olanlar üçün xüsusilə gözlərinin qarşısında olsun ki, sonra hardan gəldi fikirləşməsinlər. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Aha, xlor 17-ni doldurduq. İndi sizə qayda deyim. Dövrü necə tapırıq? S-in qarşısındakı, S var, S-in qarşısındakı ən böyük rəqəm. Ən böyük rəqəm nədir? Dövrdür. Yazıram dövr. S-in qarşısındakı ən böyük rəqəmdir. Baxaq S-lərə. S-də 1 var, 1, 2 var, bir də 3. Ən böyük hansıdır? Əlbəttə ki 3. Zaten yəni axıra baxırsınız. Qrupu da dövrü təyin eləyəndə daxili hissələrə baxmayın. Bunlar daxili təbəqələrdir, nüvəyə yaxın. Bizə xaricilər lazımdır, aydındır. Yəni ona görə deyirəm ki, S-in qarşısındakı ən böyük rəqəm. Ən böyük rəqəm neçədir? Burada 3-dür. Deməli, xlor 3-cü dövrdə yerləşir, dövr. 3-cü dövr. Bəs qrupu necə təyin edir əməlim? Qrupu isə son təbəqədəki üsləri cəmləyirik. Yəni xarici elektron, bu xlorun xarici elektron təbəqəsi 3s2, 3p5-dir. Aydındır, 3s2, 3p5. Burada S-lə P-nin üslərini cəmləyirik. 2 üstə gəl 5 eləyir 7. 7-ci, üzr istəyirəm, bu 7-dir. 7-ci qrup. 7-ci qrup. 3-cü dövr 7-ci qrup. Qrupu təyin edəndə üsləri toplayırıq. Xarici təbəqədə üsləri toplayırıq. Yəni xarici təbəqə necə tapa bilərsiniz də? 3s2, 3p5-dir, düzdür. Görürsünüz ki, burada həm 3s2-ni sadəcə 2-ni nəzərə ala bilməsi, çünki burada 3p5 də var da, hər ikisi 3-cü təbəqədir. Hər ikisi xarici təbəqədir. Təbəqə nə idi uşaqlar? Baxın, müsbət yüklü nüvə idi. Ətrafındakı bu yumru dairələr çizirdi ya, bunlar o dövrü göstərirdi də. Məsələn, bu dövrü göstərir. 3-cü dövr budur, bu 2-dir, bu 1-dir. Nüvəyə yaxın olan 1-cidir. Aydındır, ən yaxın olan 1-cidir. Məsələn, bu hissələr 1-ci dövrdür. Bu ikinci xətt 2-ci dövrdür. 2s2, 2p6 elektronları yerləşir orada. 3-cü xətt 3-cü dövrdür. Burada artıq 7 elektron yerləşir. Aha, bir də Mendeleyev cədvəlində bilirsiniz ki, A hər bir qrup A və B yarım qrupuna bölünür.
Bəs biz hardan bilək ki, bu element A yarım qrupunda, yəni əsas yarım qrupda, yoxsa B, yəni əlavə yarım qrupda yerləşir? Əgər siz orada D elektronu D görürsünüzsə, deməli əlavə yarım qrupdur. Yox, D görmürsünüzsə, deməli əsas yarım qrup. Biz xlorda D görürük bəyən 1s2, 2s2, 2p6, 3s2, 3p5. D yoxdur ki burada. Deməli əsas, yəni A yarım qrupudur. Xlor yerləşdi 3-cü dövr, 7-ci qrup A yarım qrup elementi. Aha, gəlin başqa nümunədə yazaq. Başqa bir nümunədə yazaq. Videonu saxlayıb özünüz də həll edə bilərsiniz həmin nümunəni və yaxud da cavabları rəy bölməsində bildirə bilərsiniz. Gəlin başqa bir element yazaq. Məsələn, natriumu yazaq da, natrium 11. Yazırıq indi. 1s2, 2s2, 2p6, 3s1. Düzdür? Oldu 11. 11 oldu. İndi dövrü necə tapırdıq? S-in qarşısındakı ən böyük rəqəm. Mən artıq istəyirəm ki, siz cavabı tapa bilirsiniz. 3-cü dövr. 3-cü dövr. Qrupu necə tapırıq? Ən sonuncu təbəqədəki üslərin cəmi. Ən sonuncu təbəqə hansıdır uşaqlar? Sadəcə üsdür də. Baxın, 1 heç, 2, burada artıq 2, 1 ən daxilli təbəqədir, o heç. 2-ləri də gördünüz. 2-dən sonra artıq 3 gəlirsə, deməli sən 2-ni artıq burada nəzərə ala bilməzsən. Çünki bunlar tam dolub, qutarıb. Artıq xarici təbəqə yalnız budur. 3s1-dir. Burada da neçə elektron var? 1 dənə. 3-cü dövr, 1-ci qrup. Qrupu belə təyin etdik. İndi A-dır yoxsa B-dir? Yenə qeyd edirəm. D varsa B olmalıdır. Amma biz burada D hərfi görmürük. Deməli, A yarım qrupu olacaq. A yarım qrupu olacaq. Gəlin başqa nümunə yazın bir dənə. Hər formada nümunə yazaq ki, sizə tam aydın olsun. Başqa hər hansısa bir nümunə yaza bilərik. Tutaq ki, dəmiri yazaq. Feriyumdan işarə olunur bilirsiniz. Dəmir 26. Dəmir 26. Gəlin, indi ardıcılığa əsasən dolduraq. 1s2, 2s2, 2p6, düzdürmü? 3s2, 3p6, 4s2, 3d6. Baxın, saya bilərsiniz, hamısı eləyəcək 26. Ümumi 26 olduq. Elektron konfigurasiyası dəmirdə bu şəkildədir. İndi gəlin qrupu və dövrü təyin edək. Yenə birinci dövrü təyin edirik. S-in qarşısındakı ən böyük rəqəm. Ən böyük nəyə görürsünüz? S-in qarşısındakı bu iri rəqəm var. Baxın, 4-dür də. Deməli, neçənci dövrdür? 4-cü dövr. Qrupu təyin eləyirik indi. Sonuncu, uşaqlar, sonuncu 4s2 və 3d6-nı cəmləyəcək. 4s2 və 3d6-nı cəmləyəcək. Soruşa bilərsiniz ki, niyə müəllim bəs sırf 4s2-ni götürmədik, 3d6-dakı 6-nı da götürür. Burada ardıcılığa əsasən, yəni 3s2, 3p6, sonra 3d10 dolmalıydı, sonra 4s2 olmalıydı da demişdik, düzdür? Amma minimum enerji prinsipinə əsasən 4s2-dəki 2 elektron birinci dolur 3d10-dan. Aydındır? Niyə bəs bunu da götürürük, 3d6-dakı 6-nı da götürürük? Çünki burada 3d10 olmalıdır da maksimum və yaxud da ki, hər kimyəvi elementdən asılı olaraq burada tam yerləşmə baş verməlidir. Amma onun 2 elektronu bura sıçrayıb da, belə izah edeyim sizə. Ona görə mütləq o 6-nı da nəzərə alırıq. Burada elə bilir ki, tamamlanma mövcud deyil deyə elektronu yarısı bura bölünüb, yarısı bura bölünüb. Məsələn, 2s2, 2p6-da 10 da elektron hamısı tamamlanıb. İkinci təbəqə artıq bağlandı, keçdik 3-ə. Amma 3-də 3d6 dolanda 2 dənə elektron 4s2-yə sıçrayıb gedib. Yəni ondan əvvəl daha doğrusu 3d6-dan əvvəl 4s2 dolubdur da. Bunlar ikisi 8 elektronlar bu ikisini bir yerdə doldurub. Ona görə biz burada 8-ci qrupdan söhbət gedəcəyik. 8-ci qrupdan söhbət aparacaq. Bəs uşaqlar, D varmı? Bəli, D var da. D-ni görürsə, deməli B yarım qrupudur. Bayaq dedik, axı D varsa B-dir, D yoxdursa A yarım qrupu elementidir. Aha, ümid edirəm ki, aydın olur sizə. Gəlin başqa bir elementdə yazaq. Başqa bir kimyəvi elementdə biz istifadə edə bilərik, hansı ki, ondan da
siz elektronların dolma ardıcıllığını yaza biləsiniz. Məsələn, fosfor 15-i yazaq bir dənə. Fosfor 15-i yaza bilərsiniz. Videonu saxladıb özünüz baxa bilərsiniz ki, görün yaza bilirsiniz ya yox. Necə eləyərsiniz uşaqlar? 1S2, 2S2, 2P6, 3S2, 3P3. Oldu 15. İndi S-in qarşısındakı ən böyük rəqəm 3-cü dövr, 3-dür deyə 3-cü dövr. Üstlərin cəmi 2, 3, 5-ci qrup. Bu 5-i çoxaltılmış rəqəmi ilə yazılır, 5-ci qrup. Və əlbəttə ki, D yoxdursa, A yarım qrupu olacaq. A yarım qrupu olacaq. Kobalt 27-ni yazaq indi. 1S2, 2S2, 2P6, sonra 3S2, 3P6, 4S2, 3P6, 4S2 və 3D7. 3D7. İndi burada sizə maraqlı bir məqam izah edəcəm. Yenə dövrü necə tapırıq? S-in qarşısındakı ən böyük rəqəmdir, yəni 4-cü dövrdür. O artıq bizə aydındır, 4-cü dövr. Qrupu təyin edəndə xarici təbəqəyə baxırıq. 2 üstə gəl 7. Neçə eləyir? 9. Bəyənmə deyir cədvəlində 9-cu qrup var. Əlbəttə ki, xeyr. Maksimum 8-dir də. 8-dən o tərəfə qrup yoxdur. İndi siz nə vaxt ki, bu üstlərin cəmini 8-dən böyük rəqəm alırsınız, yəni 8-dən böyük bir rəqəm 9, 10 və s. Onda nə edəcəksiniz? Siz bunu avtomatik 8 götürəcəksiniz. Yəni 7 falan yox, ancaq 8. Üstlərin cəmi 2 üstə gəl 7, elədir 9, amma biz onu 8-ci qrup olaraq götürürük. 8-ci qrup, əlbəttə nə yarım qrupu? 8-ci qrup D var deyə B yarım qrupu olacaq. D var deyə B yarım qrupu olacaq. Nikeldə həmçinin, nikeldə yazıram 28. Gəlin onu da yazaq. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D8. Uşaqlar, neçənci dövr olacaq? Əlbəttə, S-in qarşısındakı ən böyük rəqəm 4-cü dövr. Qrupa baxaq indi yenə. 4S2 ilə 3D8-in üstlərini toplasaq, 2 üstə gəl 8 elədi 10. Amma biz bilirik ki, üstlərin cəmi 8-dən yuxarı olsa, onda biz onu 8 olaraq götürürük. 2 üstə gəl 8, 10 eləyir. Biz onu 8-ci qrup olaraq götürəcəyik. Bu bir qaydadır. Və əlbəttə D var deyə B yarım qrup elementi olacaq. Bu da belə. Deməli, bir də mən istəyirəm, bir dənə də bu dolmada bir məqam da var. Onu da sizə izah edeyim. Ona da baxaq. Artıq tam aydın olacaq sizə. Tam aydın olacaq. Bir dənə yazıram mis 29. Uşaqlar, mis 29-u biz bayaq axı dedik, misdə elektron uçurumu var idi. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S1 və 3D10. Artıq bunu uçurumlu halı ilə yazmalıyıq. Uçurumlu halı ilə düzgün variantı bu variantdır. İndi biz burada dövrü və qrupu təyin edirik. Yenə S-in qarşısındakı ən böyük rəqəm, yəni 4 oldu dövr. 4-cü dövr. Gəlin qrupu təyin edək. Baxın uşaqlar. Sonuncu təbəqəyə baxın. 4S1 və 3D10. Onu qayda olaraq yadda saxlayın ki, hər hansı bir kimyəvi elementdə əgər 3D10 tam dolubsa, 3D10 tam dolub. D 5 orbital idi. Hərəsində 2 elektron, 2 dəfə 5, 10. Yəni cəmi 10 dənə, maksimum daha doğrusu 10 dənə elektron yerləşə bilərdi. Və onun hamısı yerləşib. 3D10 tamamilə dolub. Bu zaman onu qrup sayında nəzərə almırıq. Qrup sayında nəzərə almırıq. Yalnız biri nəzərə alacağıq. 4S1. 4S1-dir deyə, yəni yuxarısı 1-dir deyə birinci qrup olacaq. Amma A-dır yoxsa B-dir, artıq onda nəzərə alırıq. D-ni görürük də uşaqlar. D varsa deməli B yarım qrup elementidir. A ola bilməz o, B yarım qrup elementidir. Sadəcə qrupun nömrəsini biz öyrənəndə, əgər görürüksə 3D10 yazılıb yuxarısında, 3D10 yazılıbsa,
onda onu üstünü örtürük, yəni biz onu görmürük. Nə vaxt ki biz qrupun nömrəsini təyin edirik ki, bu element neçənci qrup elementidir. Bayaq qeyd elədik. Bayaq nikeldə, kobaltda 4s2 3d7 oldu, 4s2 3d8 oldu. Onda nə etdik? Üstləri topladıq, düzdür? 8-dən yuxarı rəqəm alınanda 8 götürdük. Onda 3D tam dolu deyil də axı, kobaltda da nikeldə də 3D, birində 3D7 idi, birində 3D8 idi də. Aha. Yəni 3D10 yox idi. 3D10 görürsünüzsə, qrup sayında onu nəzərə almırsınız. Yəni görmürsünüz o hissəni. Deyə bilməzsiniz ki, burada 10, ay müəllim, bayaq dedik axı, üstlərin cəmi 8-dən çox olanda biz 8 götürürük. Üstlərin cəmi 10 üstə gəl 11, elə 8 götürə bilməzsiniz. Niyə? Çünki 3D 10 varsa artıq, 10 tam dolubsa, sən onu qrup sayında nəzərə almırsan. Bu qədər sayda. Bu qaydalar əsas qaydalardır, hansı ki, siz bunlarla istənilən bir kimyəvi elementin elektronlarını deməli, ardıcıllığına doldura biləcəksiniz. Bugün sizinlə dərsimizdə orbitallara elektronların dolma ardıcıllığını və bizim üçün lazım olan qaydaları izah etdik. Ümid edirəm ki, sizə tam aydındır. Video izah haqqında fikirlərinizi rəy bölməsində bildirməyi unutmayın. Növbəti izahda görüşərik. Hələlik.